Ger Elnur Aliyev. Necəsiz? Gününüz uğurlu olsun inşallah. Bu günləri bir video attılar mənə. Təhsil Nazirliyi bilmirəm hara baxır. Hələ ki İlham Əliyev, Mehriban Əliyeva Azərbaycan xalqının cibinə girməklə məşğuldur. Həqiqətən də mən bu videonu görəndə doğrudan da çox pis oldum. Həqiqətən də mənə çox pis təsir elədi. Bir məktəbli, 11 yaşlı məktəbli yeniyetməni, müəllimi belə deyilişimdən pis də çıxsa, orasını burasını əllərini sürtərək uşağa təcavüz eləmək istəyib müəllim. Həqiqətən də utanc vericidir. Yəni bunu ürəklə deyiləsi bir şey deyil. Deyiləsi bir şey deyil. Gün düşür. Qoy kameranı bu tərəfə tutum ki gün düşməsin. Çox üzr istəyirəm hamınızdan. Kameranı bu tərəfə tutum ki belə gün düşməsin. Aleyküm salam. Doğrudan da bu videonu açmağa özümə bir şərəf bildim. Həqiqətən də utanc verici bir hərəkətdir. Bu diktator İlham Əliyev və Əliyev ətrafının müəllimlərə bəzən dırnaqarası bəzən müəllimlərə verdiyi, necə deyim, belə deyim, özləri kimi müəllimlərə verdiyi bir tərbiyədir. Bilirsiniz ki, İlham Əliyev və onun ətrafı istəyir ki, Azərbaycanda insanlar narkomaniya, pozğunluğa və fahişəliyə doğru getsinlər. Və uşaqlarımız bu günləri bilirsiniz ki, Azərbaycan məktəblərində bir çox məktəblərdə daha doğrusu 10 məktəbdən 8 məktəbində əxlaqsızlıqlar, narkomaniyalar daha da geniş yayılıb. Bu hamısı nəyin göstəricisidir? Bu diktator İlham Əliyev və Mehriban Əliyevanın göstərişidir. Təhsil Nazirliyinə birbaşa göstəriş verib ki, bu şeyləri məktəblərdə təbliğ eləsinlər. Baxın. Biz əvvəllər, mən 87 təvəllüdəm, mənim 36 yaşım var. Biz əvvəllər, biz öz müəllimələrimizi biz özümüzə ikinci valideyn bilərdik. Həmişə dədə-babadan beləncəsində olub ikinci valideyn bilərdik. Amma indi nədənsə uşaqlar bəzi müəllimələri özlərinə valideyn kimi bilmirlər, valideyn kimi görmürlər. Həqiqətən də o videonu görəndən sonra mən TikTok platformasında canlı yayım açdım. Canlı yayımımı bağladılar. Buradan bağlayana deyirəm, anovun ağzını sikim. Sikim sənin liçni var yox mu? Ay İlham Əliyev, ay Əli Nağıyev, ay Vilayət Eyvazov. Doğanımızın ağzına işləyim ki, sizin mənim canlı yayımımı bağlayırsınız. Çünki sizə sərf eləmir ki, siyasi blogerlər haqları, hüquqları tələb etsinlər və sizlərə qarşı olan bütün negatif şeyləri, sizlərdən gələn negatif şeyləri sizin özünüzə qaytarsınlar. Bu sizlərə sərf eləmir. Ay İlham Əliyev, ay Əli Nağıyev, ay Vilayət Eyvazov. Mən də özümə bir borc bildim. Həqiqətən də bir Azərbaycanlı oğlu kimi, köhnə hərbiçi kimi, hərbiçi ailəsində böyüdüyüm bir vətənpərvər bir oğul kimi özümə bir borc bildim ki, Azərbaycan uşaqları və Azərbaycan xalqını müdafiə etməsini öz öhdəliyimə götürüm. Və bilirsiniz ki, haqları, hüquqları tələb etmək bəzən Azərbaycanda özlərini kişi deyənlər, mən kişiyəm deyənlər qorxurlar. Amma bəzən mərd qadınlarımız çıxıb öz haqlarını, hüquqlarını tələb etməkdən çəkinmirlər. Mitinqlərə, aksiyalara qoşulub öz haqlarını, hüquqlarını Azərbaycanda olan gedişatları dəfələrlə nümayişlərə çıxıb, aksiyalara çıxıb, polisə qarşı, polisin onlara qarşı olan zorakılıqlarını polisin üzünə qarşı deməkdən çəkinmirlər. Ona görə də Azərbaycanın bu necə deyim, düşmənlərdən, diktator İlham Əliyev kimi düşmənlərdən xilas olmağının bir də yolu var. Mən belə düşünürəm ki, bizim Azərbaycan xanımlarımız daha bizə kömək duracaqlar. Çünki baxırıq ki, Azərbaycan kişilərinin çoxusu çəkinirlər, qorxurlar. Haqlarını, hüquqlarını tələb etməkdən çəkinməyən xanımlarımız, mərd xanımlarımız daha üstündür. Bilirsiniz ki, mən TikTok platformasında və Twitterimdə daha aktivəm, YouTube'da da daha aktivəm. YouTube'da daha videolar paylaşmaqla Azərbaycanda olan haksızlıkların gördüklərim haksızlıkları paylaşmağımla daha çox aktivəm.
Yəni YouTube-da canlı yayımlar açıram, amma bəzən ən çox canlı yayımları hər gün TikTok platformasında açıram. Onu da vururlar, Allah bunların min bir bəlasını versin. Vursunlar, eybi yox. İlham Əliyevin zaten ancaq elə sosial şəbəkələrə gücü satır, elə vurmağa. Sözümü ona gətirəcəm. Deməli, 11 yaşlı bir qız uşağını məktəbdə müəllim, bir yaşlı bir müəllim başlayıb uşağın orasını burasını pis də çıxsa sözümdən əlləşdirməyə. Mənim burada canlı yaymaqda, açmaqda məqsədim budur ki, mən Azərbaycan xalqına buradan səslənirəm. Övladlarınızı, qız övladlarınızı, oğlan övladlarınızı, ümumi şəkildə övladlarınızı məktəblərə qoymayın, boykot edin. Diktator İlham Əliyev sizin övladlarınızı pozğunçuluğa, narkomaniya, fahişəliyə doğru çevirir. Baxın, nə qədər indi eləsinə bir övladlarımız var ki, çıxıb müəllimlərin onlara etdiyi əxlaqsız hərəkətləri gəlib evdə deməkdən çəkinirlər. Nə qədər eləsinə övladlar var. Övladlarınızı düzgün tərbiyə eləyin, övladlarınızla dost olun ki, məktəbdə və ətrafında olan bütün hadisələri gəlib sizə danışmaqdan çəkinməsinlər. Övladlarınızı özünüzə dost bilin. Övladlarınızı hegemonluq edib mən atayam, mən belə şeylər olmayın. O övladlarını, sizin övladlarınız da bir şəxsiyyətdir. Böyüyüb hansısa bir ailənin sahibi olacaq. Ona görə də onları qorumağa çalışın. Hər bir insana etibar edib övladlarınızı o insanların yanında qoyub getməyin. Çünki bilirsiniz ki, Azərbaycan bu günləri həqiqətən də çox həddindən artıq İraq yaxşılarından əxlaqsız xanı olub, pozğunxanaya çevrilib, ata balaya göz dikir, bala ataya göz dikir, bacı qardaşa göz dikir, bacı qardaşa, qardaş bacıya göz dikir. Həqiqətən də biabırçılıqdır, həqiqətən də rüsvayçılıqdır bu günləri Azərbaycan. Doğrudan da pis vəziyyətdədir Azərbaycanın bugünkü durumu. Mənə o videonu göndərdilər, ana, ata başlayırdı. Qoy o videonu mən sizə göstərim, beləncə. Yəni siz biləsiniz ki, mən nəyi demək istəyirəm. Baxın, o videonu mən paylaşacağım da, bir saniyə, mən indi onu sizə göstərəcəm və siz də onu görəcəksiniz. Deməli, baxın. Baxın. Müəllim mənim başımı əlləşdirməyə, əl atına olanlar. Siz də deyirsiniz ki, üzr istəyirəm. Deyirsən ki, hələ bir şey qızı gətir. İftira valla, bizim yani o lazımsız şeylərdir. Get xarabanda işlə. Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Qəsəbədə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Xahiş edirəm, bütün ana bacıların qarşısında baş əyirəm. Bir ana kimi bu qanı yerdə qoymayacağım. Mən evladımın həyatını, bütün evladların həyatını qurtarmışım. Mənim evladıma bütün müəllimlərə bir olub, uşağımı dinən qardaşı Şahbaz mənim üstümə hücum çəkib, uşağıma ki sən şər atırsan. 11 yaşında uşaq kimə şər atar? Babası yaşında bir insana. Onu hansı haqq ədalət götürər? Xaric edirəm. Mən qolağıma çatırım ki, pul alıb, qohum əqrabasını yığıb. Bax, görürsünüz. Görürsünüz, bu hadisə, yəni hər bir ailənin, hər birimizin başına gələ bilər. Azərbaycanda bu günləri mənə çox videolar atılıb. Sadəcə olaraq mən onu YouTube kanalına yerləşdirmirəm. Müəllimin mənə bir videoda atılmışdı və valideyn atmışdı. Müəllim öz şagirdinə, 9 sinif şagirdinə gözünü tikib. 9 sinif şagirdinə gözünü tikib. Valla mən buradan Azərbaycandakı müəllimlərə səslənirəm. Həmən o oğraşlıqla, şərəfliklə, biqeyrətliklə məşğul olan müəllimlərə səslənirəm. Qeyrətiniz namussuz olsun, vicdanınız olsun. Bildik ki, siz öz böyüklərinizdən İlham Əliyev və Mehriban Əliyevadan tərbiyə götürürsünüz. Bunu bilirik. Bilirik ki, Mehriban Əliyeva bu əxlaqsız, pozğun ailənin əlində qalıb bu günləri Azərbaycan. Yəni biz bunu bilirik. Yəni mən bunda bir təəccüblü bir şey də görmürəm. Amma nədənsə Azərbaycanda bu günləri bu əxlaqsız ailəyə qarşı çıxıb öz haqlarını, hüquqlarını tələb edən insanlar da günü-gündən azalır. Bilmirəm nədəndir. Fevralın 7-sində bilirsiniz ki, Qıraqdan
bu qeyri-seçki, bu özündən bir hoqqa çıxardır, gündə bir hoqqa durğuzur. Bu şərəfsiz bir şərəf oğraş, İlham Əliyev, diktator Peysər. Fevralın 7-sində seçki olacaq. Mən buradan demək istəyirəm ki, İlham Əliyevə səs verənlərin bir var yoxunda oturub işləyənlərini neynəsin, sikək. Yəni İlham Əliyevə kimliyindən asılı olmayaraq gedib İlham Əliyev səs verdisə, bir nömrəli Peysər olar. O qeyrətsiz, namussuz olar. Ona görə də diktator İlham Əliyev qarşı öz fikirlərinizi bildirin və çatdırın, bütün dünyaya çatdırın. Görürsünüz ki, siz çıxın mitinglərdə, aksiyalarda və videolar paylaşdıqca bu videolara qarşı artıq Amerikada öz müsbət nəticəsini göstərib Azərbaycanı Avropa Şurasından İlham Əliyev, daha doğrusu Avropa Şurasından vızqırd elədilər, atdılar bayıra. Ona görə də mən Azərbaycan xalqına səslənirəm ki, mənim dəyərli xalqım, övladlarınızı məktəblərə qoymayın və övladlarınıza məktəblərdə təcavüzlər olunur. İlham Əliyev və onun ətrafı Azərbaycan uşaqlarına qarşı düşkündülər. Çünki bilirsiniz ki, İlham Əliyev uşaq qanı içəndir. Uşaq qanı içir İlham Əliyev. Azərbaycanda bu yaxınlardan artıq bir neçə aylar, neçə illərdir görürüz ki, uşaq itkinləri, uşaqların getdiyi yerdə yoxa çıxmaları daha da artır. Nə bilim, bir uşağın yandırıldığı, bir uşağın nə bilim itdiyi, amma günü-gündən daha da çox olur bax belə bir şeylər. Bunlar da İlham Əliyevin başqa əqidəyə qulluq elədiklərinin bir nömrəli göstərişidir. İlham Əliyev uşaq qatilidir. İlham Əliyev sadəcə olaraq Azərbaycanda uşaq görən kimi, onda narkomanlar kimi qaşınma tutur. Ona görə də siz bir fikir vermişsiniz yoxsa yox, uşaqlara qeyri-etik bir gözlə baxır o şərəfsiz oğraş. İnşallah ki, İlham Əliyevə qarşı bizə Avropa və xaricdə yaşayan bu parlamentdə deputatlar mı diyeyim, hansısa Avropada prezident, Amerikada prezidentlər bizə yardım olar, bizi bu işğalçı, bu oğraş, bu şərəfsiz rejimdən bizi azad eləyər. Həqiqətən də İlham Əliyevə qarşı mənim çox böyük bir nifrətim var. Bu şərəfsiz o qədər məndə özünə qarşı nifrət yaradıb ki, o qədər mənə, çünki mənə gündən-günə nə qədər videolar atılır, mənə gündən-günə nə qədər videolar atılır bu şərəfsizin insanlara qarşı etdiklərindən. Mən çox bir videoları Cemal vasitəsilə Amerikada, Avropa Şurasına, Amerikaya mən çox göndərmişəm, tərcümə edib, İngilis dilində çox göndərmişəm. Tərcümə etməyimə də ehtiyac yoxdur. Orada sağ olsunlar, var olsunlar, orada oturanlar. Vallahi Xristiyan deyirsiniz, Xristiyanlar vallahi çox qeyrətli, çox mərd insan olurlar. And ol Allaha, mən bunu yaşadıqca görürəm. Xanımdan tutmuş bəyinə kimi mən Xristiyanlara qarşı çox böyük bir simpatiyam var. Həqiqətən də, doğrudan da ya. Bütün oğraşdıqları hamısı İraq yaxşılardan, müsəlman tayfasından çıxıb. İnsanları bir-birini ayağını tapdalamaq, paxıllıqlar, bir şey alırsan ona qarşı negativ hərəkətlər, bir şey alırsan, bu nədir, bu pis almısan, yaxşı deyil, sən ancaq özü fikirləşirsən, sən nəm qonşu Məmmədi fikirləşmirsən, mən belə özümü fikirləşməyərəm də, səni fikirləşdim, sənin maşını mindirəsi deyirəm ki, özüm fikirləşirəm. Sən nə bilim, kimsə fikirləşmirsən, sən niyə fikirləşməliyəm, mən özüm fikirləşməliyəm də. Mən gözəl Azərbaycan xalqını fikirləşirəm, sən də qeyrət namus olsun, sizlərdə də qeyrət namus vicdan olsun. Siz də özünüzü fikirləşməyin təkcə. Gedin Azərbaycan xalqını fikirləşin. Avropada yaşayan mühacirlərə səslənirəm. Azərbaycanda sizin bu qədər problemləriniz, mitinglərə çıxmışsınız Azərbaycanda. Azərbaycanda mitinglərə çıxıb, əgər siz qorxmamısınızsa, deyirsiniz, mən Azərbaycanda belə mitinglərə çıxdım. Bəs necə oldu sən Avropaya gəldin? Çıxıb belə canlı yayımlarda danışmaqda sən qorxdun, çəkindin. Ay səni dəcəl. Qorxma. İnsan gərək özündə bir şıx xisləti yarada. Deyək ki, mən kişiyəm. Mən yox, Azərbaycanda öz haqqımı, hüququmu tələb etməsəm də və yaxud da etsəm də, amma gəlib Avropada oturub yenə də öz haqqımı, hüququmu tələb eləyəcəm və yenə də çıxıb sosial şəbəkələrdə diktator İlham Əliyevə qarşı öz mübarizəmi aparacağım və İlham Əliyevin bütün negativ hərəkətlərini, İlham Əliyevin özünə, şəxsən ailəsinə, qızına, nə bilim, onun kürəkəninə, Peysər yığınına qarşı öz mübarizəmi yenə də aparacağım. Mən Avropada yaşayan mühacirlərə səslənirəm, mənim dəyərli həmvətənlərim, çıxın öz haqlarınızı, hüquqlarınızı sosial şəbəkələrdə bildirin, çəkinməyin, gizlənməyin. Əgər sizin həqiqətən də qorxaq deyilsinizsə, mən buradan çağırış edirəm, gəlin diktator İlham Əliyevə qarşı boykot edəyin, İlham Əliyevi bu rejimdən devr edəyin. Avropada yaşayan mühacir qardaşlar, xanımlar, bəylər,
Gəlin bunlara qarşı boykot edin, qorxmayın, çəkinməyin. Axı sizlər deyirsiniz, axı mən Avropada, Azərbaycanda belə mitinqlər, belə aksiyalar eləmişəm. Azərbaycanda belə aksiyalar, belə mitinqlərə qoşulan insan necə gəldi toxunulmaz olan bir yerdə siz belə qorxdunuz, çəkindiniz. Ya yalan deyirsiniz, nəyinsə xatirinə, ya da ki doğrudan mı deyirsiniz, bilmirəm nədən deyirsiniz. Deyirsiniz ki, mən çox vaxt burada yaşayan insanlardan soruşmuşam. Niyə burada çıxıb misafirliklərdə özünüzü göstərərək diktator İlham Əliyevə qarşı öz fikirlərinizi bildirmirsiniz? Mənə deyir ki, mən burada çıxıb danışsam, mənim Azərbaycanda aləmə zərər gələr. Mən sizə bir söz deyirəm. Əgər sən Azərbaycanda aksiyalarda, mitinqlərdə çıxıb həqiqətən də diktator İlham Əliyevə qarşı mübarizəvi aparmısansa, diktator İlham Əliyevə qarşı mübarizəvi aparmısansa, sən açıq bir şəkildə diktator İlham Əliyevə qarşı Azərbaycanda aksiyalarda mübarizə aparmısansa, bu Azərbaycanda sən Azərbaycanda öz əhatəvə qorxmadın ki, nəsə gəldi. Gəldin bura və burada qohum-əqrəbəyə fikirləşməyə. Azərbaycanda qohum-əqrəbəyə fikirləşmədin, burada qohum-əqrəbəyə başladın fikirləşin. Bu sadəcə olaraq bir yalandır. Burada qoşulan partiyada olan insanlara səslənirəm və mən sizdən xahiş edirəm. Çıxın müsafirliklərə, çıxın canlı yayımlar açın, partiya rəhbərləri, çıxın canlı yayımlar açın, üzü açıq canlı yayımlar, sosial şəbəkələrə qoşun, öz haqlarınızı, hüquqlarınızı tələb eləyin. Heç nədən qorxmayın, heç nədən çəkinməyin. Diktator İlham Əliyevi biz bir yerdə, bir əl-ələ tutub boykot eləyib yenməliyik. Gizlənməklə sən qorxdun, mən qorxdum. Kişi birinci, özündə kişi qeyrətli. Kişi deyən insan ömrü boyu qorxmaz, heç nədən çəkinməz. Sənin ailən olan kimi hər bir insanın ailəsi var. Hər bir insanın ailəsi var. Nə bilim, mənim, vallahi Allaha and olsun, mən dəfələrlə deyirəm, ad çəkmək istəmirəm. Necə olur, o boydan ailəli olan blogerlər, nə oldu, bunların hamısı ailəsini heç mi saydı? Yox, niyə ki? Hər bir insan öz içindəki vicdanı ortaya onlara göstərməlidir ki, biz Azərbaycan xalqı olaraq vicdanlıyıq. Biz İlham Əliyev vicdansız deyilik. Biz peysər deyilik ki, biz öz haqqımızı, hüququmuzu tələb etməkdən çəkinək. Çünki haqqını, hüququnu tələb etməkdən qorxan insan peysər olar, qəhbə olar, qəhbənin qarnından çıxan olar. Öz haqqını, hüququnu gizlədən insan qəhbə olar. Başa düşdüm, tək özünü fikirləşən insan da qəhbə olar, şərəfsiz olar, peysər olar. Mən hər bir insanı, hər bir Azərbaycan xalqını, hər bir Azərbaycan xalqı İlham Əliyevin bizə etdiyi zülmlərə qarşı çağırışa səslənirəm. Gəlin diktator İlham Əliyevi bir əl-ələ tutağın, bir yenəyini. Vallahi mən yalquzağam. Baxın, mən təmtəkinə özüm tək mübarizə aparıram. Mən sizin özünüz də tək mübarizə aparmağa çağırış edirəm. Mən heç bir partiyanın üzvü deyiləm, heç bir partiyanın üzvü olmaq da fikrində deyiləm. Mən yenə də çağırış edirəm. Gəlin biz təkcə Azərbaycan xalqını, Azərbaycanda yaşayan həmvətənlərimizin üstünə düşməyək. Onlara dirəşməyək ki, sən çıx ki, aksiyaya. Mən Avropada yaşayan mühacirlərə də səslənirəm. Mənim əzizlərim, siz də çıxın da, siz də hərəkət edin. Mitinqlərə çıxmaqla heç bir şey olası deyil. Mitinqlərə çıxırsınız. 9 nəfər bir dənə şəkil çəkdir. Özünüzdən başqa heç biriniz görmürsünüz. Əsas odur ki, sizin videolara çıxın. Videolar vasitəsilə diktator İlham Əliyevə qarşı öz mübarizənizi, öz sözlərinizi bildirin. Söyüşsüz, təhqirsiz bildirin. Heç birinizin söyüşlə, təhqirlə bildirməyinizə heç ehtiyac da yoxdur. Söyüşlə, təhqirlə mübarizə olmur. Başa düşdünüz? Mən sizin yerinizə söylərəm, mən sizin yerinizə təhqir edirəm, mən sizin yerinizə bunların anasını da sikirəm. Siz sadəcə çıxın diktator İlham Əliyevə qarşı olan haqsızlıqları insanlara ictimailəşdirin və bildirəyin. Çünki bu günlərə baxırsınız ki, Avropada 2 milyona yaxın mühacir yerləşir. Cəmi yetim yüsür, 15-20 nəfər də Qabildir, mənəm, Məhəmməddir, Orxandır, Manafdır, Süleymandır. Nə bileyim, belə də, yəni, Eyşaddır, yəni, baxırsa ki, 6-7, 10 nəfər, 15 nəfər də, Nüceyn elə, Azərbaycan elə 15 nəfərdən mi ibarətdir? Bəs bu qədər 10 milyon, 11 milyon deyəndə, danışanda qeyrətli, namuslu, mən qeyrətli, mən namuslu, mən vicdanlı. Vicdanlı, Azərbaycanda qız uşaqlarını basıb zorlayırlar. Hansı qeyrətdən, hansı vicdanla danışmalıyıq, biz? Türkiyə diktator İlham Əliyev rejimi Azərbaycan xalqına qarşı zülm edir. Gəlin bu zülmün qarşısını bir eləyin. Bir qardaşlarım, xanımlarım, bacılarım, nə bilim, xala qızım, bibi qızım, əmi qızım, dayım uşağı, əmim uşağı, xuy yozlar, kimliyindən asılı olmayaraq da gəlin bir tutağın bir addım atağında, yəni belə peysər atıb gəzməklə iş düzəlmir. Şərə bir addım atmaq lazımdır. Öz haqlarımızı, hüquqlarımızı tələb eləmək lazımdır. Mən təkcə yapışım ki, Azərbaycan xalqı qalx ayağa. Necə yəni qalx ayağa? Oturmuşam xaricdə deyim Azərbaycan qalx ayağa. Yəni bunu elə bir yöntemdə eləmək lazım ki, bütün xalq olaraq, bütün toplum şəkildə Azərbaycan və Azərbaycanın ətrafında olan mühacirlər, yaşayan insanlarla bir yerdə biz ayağa qalxıb öz haqlarımızı, hüquqlarımızı tələb etməliyik. Biz Hasanacan biz Avropanın xaricinin tərkibində yaşayıb
onlardan yardım istəyəcəyik. Bizim bu gün də zəngin ölkəmiz olurlar. Nefti bizdə, qazı bizdə, qızıl yataqları bizdə. Qardaş, bütün dünyaya qazı nefti biz veririk. Qazı nefti biz verən insan gedib başqa yerlərdə işləyib başqa ölkənin vətəndaşları üçün onların ciblərini doldururuq. Niyə? Səbəb? Qoyun biz öz xalqımızda, öz Azərbaycan xalqımızın yanında yaşayağın, öz Azərbaycan xalqımız üçün bir dəyərli bir övlad olağın, bir yanımızda gəzən bir uşağa belə içində göstərilsin ki, bax sənin atan vaxtı ikən bax bu haqqları, hüquqları tələb edirdi. Azərbaycan xalqından ötəri necə mübarizə aparırdı Azərbaycan xalqının. Bax bala sizə ay bala bax səndən ötəri atom bax sənin gözəl yaşamağından ötəri mübarizə aparırdı. Desə bu sözü bir deyən olsun. Deməsin ki ay bala sənin atonu atır peysərə. Xalqda olan haqsızlıqları gözü görə atıb peysərə. Peysərə atırdı, peysər. Atın atırdı, peysərə heç bir şey də demedi. Yəni, belə olmayalım. Ona görə də, yenə də deyirəm, gəlin diktator İlham Əliyevə qarşı öz mübarizəmizi aparağın. Rədd olsun diktator İlham Əliyev, rədd olsun Əliyevlər rejimi. Biz nə qədər ki, Əliyevlər rejiminə qarşı hamımız əl-ələ tutub bir mübarizə aparsaq, Allaha and olsun deyirəm, Allah haqqı Əliyev, nakişi, oğraş şeydir. Qorxaqdır, Quran haqqı qorxaqdır. Elən kim qaçacaq? Əskərlikdə olmayan insan, çətinliyə düşməyən insan, mama uşağıdır. Bundan nə gözləyəsiniz? Ona görə də hamımız bir olmalıyıq, mənim dəyərli həmvətənlərim. Valla qorxmayın, çəkinməyin. Mən sizləri həqiqətən də çox istəyirəm, mən fəxr edirəm. Bəzən deyirəm ki, mən fəxr eləmirəm, mən Azərbaycanlı olduğum üçün. Beləncəsində perpeysəri görəndə fəxr eləmək istəmirəm. Amma beləncəsində şükür ki, mən Azərbaycanlıyam. Yaxşı ki, mən İndoneziyadan deyirəm. Ona görə, YouTube izləyicilərim, ekranı bəyəndiyinizə, nə bilim, qoşulduğunuza, düzdür, şərh indi yazmırsınız, indi bilmirəm, bəziləri qorxur, bəziləri qorxmur. Mənim danışdıqlarım hamısı sizə aiddir, sizin üçündür ki, sizin uşaqlarınızı Azərbaycan xalqında, Azərbaycan ətrafında, məktəblərdə, hansısa bir tində buzaqda basıb zorlamasınlar. Mən sizin üçün danışıram. Yəni, uşaqlarınızın qeydinə qalın ki, evdə qeyrətcəsinə bir insan böyüdəsiz, uşaq böyüdəsiz. Yəni, İlham Əliyev üçün sənin uşağının pozğun olması, əhatəsi ilə pozğun olması İlham Əliyev üçün plusdur ki, İlham Əliyev bu günləri ərəb ölkələrində olan insanları Azərbaycana yönləndirib, Azərbaycana cəlb eləyib, bizim xanımlarımıza qarşı əxlaqi hərəkətlərini davam elətdirməkdə yenə də öz pis əməllərindən çəkinmir. Çünki İlham Əliyev bilirsiniz ki, Azərbaycanlı deyil. İlham Əliyev sadəcə olaraq Azərbaycana göndərilmiş Heydər Əliyevlə bir yerdə agentdilər. Bilirsiniz ki, Xocalı faciəsini, 20 yanvar faciəsini diktator İlham Heydər Əliyev görüb. Yəni 20 yanvar faciəsinin, Xocalı faciəsi, bu haqda da mən video paylaşmışam. Sübutalni, hər bir şeyin daskanalni videosunu paylaşmışam ki, Heydər Əliyev Azərbaycan xalqının bir nömrəli qəhbənin balası olub. Onun anası olub qəhbə Satanik, atası olub qəhbə Əlirza, Əlirzadan törənmə olub qəhbə İlham, İlhamdan da törənmə olub qəhbə balaca Heydər. Yəni, ailəlicə hamısı qəhbədirlər. Bunlar hamısı tayfalıqla qəhbədirlər. Bunlar normal insan deyirlər. YouTube kanalına da gələnlər hamınızı salamlayıram. Özünüzə yaxşı baxın, Allah amanında qalın. Dediklərimin hamısını buradan alıb götünüzdən buraxmayın. Alın bir beyninizdə bir şey qalsın. Bir şey qalsın. Baxın da ətrafa baxın. Girirsiniz baboş, TikTok. Ancaq baxırsınız. Sabir Niyanı niyə öpdü? Sabir Niyana niyə adı neydi? Liftdə niyə çərkindi? Öz qeyrətimiz namussuz qalıb bir qıraqda orada paylaşanları deyirəm. Ha? Yapışıblar Niyanın qeyrətindən. Niyanın qeyrəti Əmir. Deyir Əmir. Əmir. Adını qoyub Əmir. Əmir də Əmirdən sənə nə xeyir gələcək, yetim? Əmirdən sənə nə xeyir gələcək? Əmir deyir ki, mal bacımında bacım özü eləyir. Ürək istiri verir, ürək istiri vermir. Əmir bunu deyir. Yəni səni nə düşüb? Qoymusunuz 2 dənə peysənin şəklində ora. Niyə düz eləmədi? Poy. İlhamın şəklini, Mehribanın şəklini qoy ki, Mehriban munduşunu qoyub çölə, düz eləmədi. Düz eləmədi. Yəni bundan danışını, oturmuşsunuz TikTokda canlı yayım açıb, düşü bambılı adamları paylaşırsınız. O Niyadan, o TikTok platformasında sizə xeyir gəlməyəcək. Bu arada mənə bir məlumat ötürüldü. Bu bilirsiniz ki, Azərbaycanda bu peysər əfi barəsində əfinin deməli təhlükəsizlik xidmətinə çağırıblar. Əfi bu peysər əfini dövlət təhlükəsizlik xidmətinə çağırıblar və dövlət təhlükəsizlik xidmətindən əfiyə tapşırılıq verilib ki, sənə müəyyən qismdə də, yəni o qədər də yox, ayda 350-400 manat pul verəcəyik. Çıx TikTok platformasında insanları cəlb elə, öz şuuraltı fikirlərinlə insanları hər şeydən yayındır. Ayda 350 manat deyim ki, pul verirlər.
Yəni bilin orada olanlar hər bir insan, bilin ki, hamısı da Dövlət Təhlükəsizlik Xidmətinin adamlarıdır. Yəni bax beləsinə. Yəni belə, nə deyim mən sizə, nə danışım mən sizə? Allaha and olsun. Mənə çox vaxt deyirlər ki, ay Elnur, deyirəm ki, valla mən danışıram, əməl eləyən olsun ki, mən danışım. Oturum bütün gün oturum, səhərdən axşam ki, nə qədər şey danışım. TikTok'dan o kadar video gösterip, o kadar mövzular açarım ki, nəyimə lazım diye. Olsa TikTok'dan bunu siz görürsünüz də. Başa düşdünüz. Mənim sadəcələr deməyim budur ki, mənim gözəl xalqım, mənim dəyərli xalqım. Öz uşaqlarımızı qoruyub, diktator İlham Əliyev rejimi uşaqlarımızı məhv eləməsin. Yaxşımı? Özünüzə yaxşı baxın, Allah amanında qalın, Allah sizləri qorusun, var olun. YouTube kanalım siyasi medyada nə qədər shortda, mən çox videolarım hamısını shortda paylayıram. Shortda olan videoların hamısını şey eləyin. Beğenin, paylaşın. Korkmayın, bir kişi olmak lazım. Neden korkusu? Allah'a and olsun deyirəm. Benim burada moderatorlarım var. Bu Mila xanımdır, Elgündür, nə bilim. Allah'a and olsun deyə bu Afaq xanımın özüdür. Vallahi deyirəm, Quran haqqı vallahi 1000 dənə kişidən qeyrətlidirlər. Qurana and olsun. Allah haqqı. Mənə bir sizə dəstək olur bunlar. Allah haqqı. Prosta ki, qardaş, siz də dəstək olun da. Dəstək, mən pul diləcisi deyiləm. Mənə sizin pulunuz lazım deyil. Pulunuzu aparın özünüzə xərcləyin. Yəni, mənə lazım deyil. Ekranı beğenin, canlı yayın paylaşın və yaxud da ki, orada paylaşılan videoları paylaşın. Yaxşı mı? Canlı yayın bağladım, özünüzə yaxşı baxın. Allah amanda qalın, Allah sizləri qorusun. Var olasınız, Allah sizləri var eləsin. Daimi mən sizlərlənəm. Rədd olsun diktator İlham Əliyev deyirəm. Rədd olsun Əliyevlər ailəsi. Bir ailənin 3 dənə uşağı var. 3 dənə uşaq milyonlarla uşaqların yeməyini yiyir. Haram haram xoşunuz olsun. Burnumuzdan gəlsin, burnumuzdan limbə-limbə gəlsin. Min bir haram xoşumuz olsun. Qəhbə Əliyev rejimlərinə son, Əliyev rejimlərinə qarşı boykot, uşaqlarınızı məktəbə qoymayın, Əliyev rejimlərinə qarşı öz haqlarınızı, öz hüquqlarınızı tələb etməkdə çəkinməyin. Amerika, Avropa bizim səsimizə səs verir və görürsünüz ki, onlar da Amerikada, Avropada bizim tərəfimizdədir. İlham Əliyev və İlham Əliyevin ətrafını Avropa Şurasından siktir elədilər. Qolladılar, attılar bayrağa. Buna görə çox sevindim. Üzünə qarşı tüpürdülər. İlham Əliyevin arvadına kimi tüpürdülər. Vallahi deyirəm, biabır elədilər. İlham Əliyevi dedilər ki, sən Azərbaycan xalqının bir nömrəli düşmənisən. Səndə saxta seçkilər dəfələrlə olur. Bu da sənin seçdiyin saxta seçkilərdir. Və sənin Azərbaycanda prezident olmağına qarşıyıq. Və mən əminəm ki, Amerikada, Avropada mərd insanlar Səddam Hüseyni asdıqları kimi diktator İlham Əliyev də asacaqlar. Rədd olsun diktator İlham Əliyev, rədd olsun Əliyev rejimləri. Yenə də vurğulayıram, uşaqlarınızı məktəbə qoymayın. Uşaqlarınızı müəllimlər, bəzi dırnaqarası müəllimlər uşaqlarınızı cinsel istismara cəlb eləyir. Yəni videoda da mən göstərdim bayaqları, cinsel istismara zövq eləyir və diktator İlham Əliyev bunu istəyir. Gəlin, qoymayağın Azərbaycan uşaqlarını, uşaqlarımızı qoruyağın, uşaqları qoruyağın, Azərbaycan xanımlarını qoruyun, Azərbaycan xanımlarını, Azərbaycan bəyləri, Azərbaycan xanımlarına qarşı peysəri eləməyin, qoruyun. Bir şey olan kimi çıxır cəmaatın canlı yayımlarda götürüb danışmayın. Öpürəm sizi, özünüzə yaxşı baxın, Allah amanda qalın, İnşallah canlı yayım açacağım. Bu arada YouTube kanalı siyasi medyada shortda ekranı videoları beğenin, videoları paylaşmağı çok xahiş ederim her birinizden. Allah amanında qalın.